Salam dostlar, növbəti sualımızı izah edək. Demək, burada yazılıb ki, hansı nümunədə ismə məxsus qrammatik şəkilçi qəbul etsə də, ismin sualına cavab verməyən nitq hissəsi işlənmişdir. 5 nümunə vermişik. Demək, burada yuxarılar bu hadisəyə necə qiymət verəcəklər? Kim? Yuxarılar. Burada yuxarı zərfi ismə məxsus cəm şəkilçisi qəbul edib. Amma yenə də kim sualına cavab verir? Testimizin cavabı bu ola bilər. B variantında əlində körpəni oynadır qarı, göstərir uzanan dilsiz yolları. Əl sözü isimdir, körpə sözü sifətdir. İsmin təsirli alınış şəkilçisini qəbul edib, amma qarı kimi oynadır körpəni. Bu da ola bilməz. Demək, testimizin cavabı C variantıdır. Səhərlər yuxudan tez oyat məni, qoyma axşamlarda tez yatım ana. Bir qara daş bilər bu həyat məni, yuxularda keçsə həyatım ana. Məmməd Arazın şeiridir. Nə vaxt yuxudan məni tez oyat? Səhərlər. Nə vaxt məni tez yatmağa qoyma? Axşamlar. Nə zaman sualına cavab verir, amma görürsünüz burada cəm şəkilçisi var. Ona görə testimizin cavabı olacaq C variantı. C variantı. D variantında da yazıqlar bilmirlər neyləsinlər. Bu da yazıq sifətdir. Kim bilmir neyləsin yazıqlar. E variantında da dayananlar qəfil hərəkətə keçib irəliyə cumdular. Burada dayananlar sözü ilə demək, dayananlar sözüdür. Kim qəfil hərəkətə keçib irəliyə dayananlar. Bu da dayanan fe'li sifəti cəm şəkilçisi qəbul edib, amma yenə də ismin sualına cavab verir. Testimizin cavabı C variantı.